إن الحمد لله نحمده ونستعينه ونستغفره نعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وأصحابه وسلم تسليما كثيرا إلى يوم الدين أما بعد. Bugün mən sizə beşikdə danışan uşaqlar haqqında danışmaq istəyirəm. Sizə danışacağımız bu hədis uzaq keçmişdə yaşayanların əhvalatları haqqında olacaqdır. Hədisdə Rasulullah sallallahu aleyhi və səlləm yalnız beşikdə 2 nəfərin danışdığını dediyi zaman bu İsrail oğullarından olan 2 nəfəri qəsd edir. Çünki Rasulullah sallallahu aleyhi və səlləm digər bir hədisdə belə buyurur. 4 uşaq körpə ikən danışmışdır. Onlardan 3'ü burada qeyd olunmuşdur. 4-cüsü isə Yusuf aleyhisselamın günahsız olduğunu dilə gətirən uşaq. Bu hədis ilahi möcüzə, valideyn haqqı, Allahın öz sadiq bəndəsinə yardım etməsi barəsində danışır. Rasulullah sallallahu aleyhi ve sellem buyurmuşdur. Doğulan körpələrdən beşikdə işən ancaq Məryəm oğlu İsa və Cüreycin müsahibi danışmışdır. Sahabelər soruşdu. Ey Allahın Peyğəmbəri sallallahu aleyhi ve sellem, Cüreycin müsahibi kimdir? Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, Cüreyc rahib olub. Onun bir çoması var idi. O vaxtları malqara otaran naxırçı onun çomasının aşağı tərəfinə gələr. Kənd sakinlərindən olan pozğun bir qadın da həmin naxırçı ilə yaxınlıq edərdi. Günlərin bir günü Cüreycin anası gəlib, ey Cüreyc deyə onu çağırdı. Bu zaman barəsində danışılan Cüreyc namazda idi. Namazda ikən öz-özünə anam mı, namazım mı deyə sual verdi. Sonra namazını anasından üstün tutaraq namazına davam etdi. İkinci kərə bu hal baş verir. Üçüncü kərə bu hal baş verdiyində yenə Cüreyc namazım mı, anam mı deyə sual verdi və namazını anasından üstün tutdu. Anası 3-cü dəfə onu çağırandan sonra və bu cavabı aldıqdan sonra, yəni Cüreyc namazdan çıxmadıqdan sonra, ey Cüreyc, zinakar qadınların üzünə baxmayınca Allah səni öldürməsin dedi. Sonra da çıxıb getdi. Naxırçı ilə yaxınlıq etmiş o qadını zinadan doğulmuş körpəsi ilə birgə padişahın yanına gətirdilər. Padişah soruşdu, uşaq kimdəndir? Qadın Cüreycdəndir deyə cavab verdi. Padişah yenə soruşdu, çomanın sahibi mi? Qadın dedi, bəli. Padişah dedi, onun çomasını dağıdın, özünü də yanıma gətirin. Onun çomasını yerlə yeksan etdilər. Balta ilə qırıq-qırıq olana qədər çomasını başına yıxdılar. Əllərini də iplə boynuna bağlayıb padişahın yanına apardılar. Cüreyc zinakar qadınların yanından keçərkən onları görüb gülümsədi. Onlar da cəmaatın arasından ona baxdılar. Padişah dedi, bilirsənmi bu qadın nə iddia eləyir? Cüreyc soruşdu, nə iddia edir ki? Padişah dedi, iddia eləyir ki, uşaq səndəndir. O zaman Cüreyc qadına dedi, doğrudan sən belə iddia eləyirsən? Bəli deyə cavab verdi qadın. Cüreyc soruşdu, o körpə hardadır? Dedilər, budur. Qadının otağında. Cüreyc ona yaxınlaşıb soruşdu, atan kimdir? Körpə cavab verir, naxırçı. Padişah Cüreycin təqsiri olmadığını anlayıb belə dedi, çomanı qızıldan düzəldəkmi? O, xeyr deyə cavab verdi. Padişah, bəs gümüşdən necə? Cüreyc yenə də xeyr deyə cavab verdi. Padişah dedi, bəs necə edək? O dedi, onu əvvəlki şəklinə qaytarın. Padişah, bəs nə üçün gülümsədin deyə cavab verdiyi zaman Cüreyc deyir, o bildiyim bir şeyə gülümsədim. Anamın duasını məni tutmasına deyə cavab verdi. Sonra da başına gələn
əhvalatı orada danışdı. Hədisi Buxari və Müslim rivayet etmişdir. Muttefaqun aleyh. Digər rivayətdə isə 3-cü körpə haqqında belə rivayet edilir. İsrail oğullarından olan bir qadın öz uşağını əmizdirərkən yaraşıqlı bir atlı onun yanından keçdi. Uşağın anası atlını görüb belə buyurdu: Allahım, mənim oğlumu da bunun kimi et. Bu vaxt uşaq anasının döşünü buraxıb atlıya tərəf üz tutdu və dedi: Allahım, məni onun kimi etmə. Əbu Hüreyrə dedi: Mən sanki Peyğəmbərin öz barmağını sovurduğunu görürəm. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi. Sonra bir kəniz oradan keçdi və uşağın anası dedi: Allahım, mənim oğlumu bunun kimi etmə. Bu vaxt uşaq anasının döşünü buraxıb deyir ki, Allahım, məni onun kimi et. Anası dilə gəlir. Axı niyə belə? Uşaq dedi, o atlı qəddar adamlardan biridir. Bu kəniz isə barəsində o zina edib, oğurluq edib deyirlər. Halbuki o bu əməllərdən heç birini etməyib. Hədisi Buxari rivayet etmişdir. Və sallallahu aleyhi ve sellem və barik alə nəbiyyina Muhammed və alə alihi və sahbihi ecmaîn.